Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. Bacın necə olacaq? 12 il belindədir. Nədir bu, Murad? Bu nədir? Qızını itirir, səndən axtarır. Nə lazımdır, səndən dərdləşir. Bu üzü sən verirsən də ona. Daha qurtardı. Vəsiyo, boşuyam səni. Tək buraxdın məni. Fikirləşmirsən, nə edəcəm mən? Hə? Cavab ver də! Cavab ver də! Cavab ver! Cavab ver də! Sevgi sənə uyğun deyil. Əslində Araz da sənə uyğun deyil. Yəni necə deyim? Onun oxuyan qızlardan çox da xoşu gəlmir. Yəni sənin kimi qızlardan. Nə istəyirsən? Sevirəm də səni. Sevirsən? Sən sevməyin budur. Hər boşluqda səni Saranın yanında görəm. Bir də görsəm pis olacaq. Valla özün gördün də, mən heç Bilmirəm nə oyun çevirirsiniz, eləyirsiniz. Tapsam axırı pis olacaqsa. Bəlkə də mən müəllimə işləyərdim, hə, sizin kimi. Ola bilərdi. Yaraşardı mənə müəllim olmaq. Həm də necə? Tamam. Könül xanım özünə təzə birini tapıbdı. Nə danışdın yine boş-boş? Öz gözümlə gördüm. Yine bilib bilmədən danışdın, həmişəki xasiyyətin. Ayrıdır. Arif müəllim idi. Mədəni yaxşı adamdır. Ayanın da məktəbdə Bu mənim maraqlı deyil. İstəsən evlənə də bilərdin. Lap ürəyin istəyir, buradan çıxıb gedə də bilərəm. Heç şəhərə keçmərəm. Mən düzəlmişəm. Yəni çarə adamı çox şey öyrədir. Manav çıxır, mən girirəm. Narahat olma. Sənin arxanda Kəmalə durub. Mən hər şeyi həll eləyəcəm. Heç narahat olma, mən bunu onlara buraxmaram. Eşitdin məni? Eşitdim.
baş verir burada? Sən burdasansa hamamdakı kimdir? Qızım, Ata? Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumruğla danışırıq, sözler kalıp yalan. Təbriklər danışanda kim kalır sağlam? Kışkırık sesleri, sessizlerin çığırtısı ellerde. Kan izi hayatın acı payı, dost yoktur düşman çok. Her adımda korku, burada sevgi yok, burada ancak soyuldum. Hardan baxsan yaxşıdır da. Arvadını yığar biraz. Könül xanım da biraz yığılar özünə. Lənət şey. Heç belə çöldə qalan tipə oxşamır. Arvadın səsi sonra çıxsa, birini vurar, ya öldürər, ya da döyər girər içəri təzə. hardasınız? Gəlin görək. Mən dedim axı düzəlmişəm. Hələ bu harasıdır? Hələ yaxşı mənada görəcək günlər qabaqdadır. Ay ana, gəl qızım, gəl. Otur. Otur qızım. Niyə bu qədər çalışmısınız? Nə var ki burada? Səhər yeməkdə 200 lirə nəsə olub. Hə. Deyərsiniz bu nədir? Qızım, ad günün mübarək. Elə bilmək ki, yadımdan çıxıb. Hələ bu tək deyil. Bu da sənə ad günü hədiyyəsi. Konsertə biletdir. 2 dənə biletdir. Dostunla, rəfiqənlə gedərsən. Yaxşı. Çox sağ ol. Dəyiz. Yeməciyi gün. Gözləməyin, nəş gözlüyüz? Birazdan bir gün orta olur, Nədir, qorxdun? Necəsən? Yaxşıyam. Mənim qulağıma 2-3 bir şey gəlib. Bilmirəm, düzdür ya yox. Nə gəlib? Eşitdim sənin Saradan xoşun gəlir. Və Yaxşı. Bəlkə deyirəm, sabah konsert olacaq. Bəlkə Saranı dəvət edəsən. gəlməz. Niyə elə deyirsən? Sınavda şansı bu.
Ayaz qara necə oldu? Yaxşıdır, bu gün çıxacaq. Çıxacaq. Nəsə lazım olsa xəbər eləsin, mən getdim. Gör nə deyirəm Araz. Bu yanımızdakı bravo var ha. O işçi axtarır. Get ora düzəl də, yaxşıdır. Yaxşı ana, düzələcəm. Dəqiq. Söz. Yaxşı. Qoyaydın da bir. ABD də evə gələrsən. Yaxşı. Sağ ol. Necəsiz? Sağ ol. Necə istəyirsən özün? Yaxşıyam həkim. Yaxşısan? Hər şey qaydasındadır? Hə. Bir dənə onda yaranıza baxaq bir dənə. Hə, buyurun. Necədir? Biraz az hərəkət elə, çünki qanadırsan yaranı. Güclü oğlansan sən, düzələr. Siz də güclü həkimsiniz. Elə baxıram bu tikiş nə tərəfdəmsizsə, mən elə bir şey görməmişdim. Çox sağ olun, işimiz budur. Çox siz sağ olun. Allah köməyiniz olsun. Nəsə lazım olsa deyərsiniz. Bir dənə yaran ən son dəyişəcəksən çıxanda. Problem yoxdur, nə vaxt istəsəz. Üstündəki yaran qanadırsan. Hüsn, Allah. Sağ olun. Sağ olun həkim, çox sağ olun. Ehtiyatlı olun. Allah şəfa versin. Deyirəm də, görsən, mən sənə deyirəm, buranın həkimləri çox güclüdür. Qara, mən də güclüyəm, bilirsən? Bilməyin nə oldu? Bilirsən Qara, çırparam sən. Qudurmusan sən? Yox, nə dedim? Ay, Qudurmusan, mən səhərdən gözləyirəm səni, ayılasan. xəstəyəm də, indi heç nə olmaz, olacaq. Neyinib xəstəsən? Sən axırda məni də xəstə eləyəsən. Allah eləməsin. Xəstəyəm, mən başa düşməlisən. Ay Allah, kim gəlib girişir bu? Ay Allah, mən dəli olacağam axırda. Mən nə varam? Mən neyinirəm? Neynəyəsən sən də başqa? Neynəyəsən? Qudurmusan da sən. Giriş, indi də giriş. Giriş. Sus. Sus. Qaqaş çıxıb içəri. Kimmiş? Manafda dur, əllərin alsaq qara. Manaf. Həmişə azadlıqda çıxmısan? Yaxşılıqdır belə. Neçə il yaşdın sən? Var da bir 8 il var. İnşallah 8 ildə içimizdə olub tezdən içimizdən ayrılmazsan ha. Daha bir də belə şeylər istəmirəm. Sən mənə qardaşım. Sizin bir evdə süzərsən. Mən qara çağlayıblar, onu əvəz eləyirəm. Bilməm, bəlkə eşitmişsən. Qutarda söhbətim. Hə, belə. Gedə bilərsən. Həmişə azadlıqda. Araz. Necəsən? Yaxşı. Məncə düz elədin. Nə barədə? Sara barəsində. Bugün çox xoşbəxtəm. Həm atam türmədən çıxıb, həm ad günümdür. Manaf həm türmədən çıxır. Hə, Sevindim. Ad gün mübarək. çox sağ ol. Bəlkə bu gün daha yaxşı bitirək. Neyniyək? Konsertə 2 dənə biletim var, gedək. Bu günləri qara xəstəxanadan çıxacaq. İşlərim çoxdur. Yaxşı. İsa!
Həmişə azadlıqda qaqaş. Sağ ol, sağ ol. Necəsən, vəziyyət necədir? Vəziyyət də normal. İcazə versən. Balaca qaqaş. Sağ ol. Mərifət uşağı. Yəqin ağlın başına gəldi də keçən dəfəki söhbətdən sonra. Hı? Cavab ver, nə? Nə cavab verim? Yaxşı, mənə de görüm. Şəkil söhbəti nə söhbətdir? Kim yayıb onu? Bilmirəm. Bu bir, ikincisi ki, sən niyə belə danışsan ki mənlə? Mənə pozulursan sən? Nətər bilmirəm? Kim yayıb şəkli? Deyirəm, birincisi bilmirəm, ikincisi ki, mənlə belə danışa bilmərsən. Bir də belə bir şey eləsən, gəlib direktora deyəcəm. Direktora deyəcəksən? Hə. Getdinən gör nə edirsən hə? Burak. Narahat eləmə bizi. Qaçarsan? Yaxşıyam, narahat olma. Belə şeylər çox olur, həmişə olur. Dava, dalaş, söhbətlər, belə şeylər çox olur. Bilirsən də konsert olacaq. Deyirdim ki, gedək konsertə. Yox, qoymazlar. Nə üçün qoymazlar? Sara hamımız orada olacaq. Bütün hamı. Yox. Daha bilirsən neynə? Qardaşım da gəlsin. Biletlər məndən. Götür gəl. Narahat olma, bilet məndəndir. Onda danışaram. Mütləq danış. Gözləyirəm axşam. İnşallah bu dərsin üstündə qalacağıq, funksiyalar, qrafiklər dərsinin. Çünki biraz çətin dərs başa düşürəm, biraz imtahana da az qalıb, biraz narahatsınız. Amma sizə maksimum rahat formada öyrətməyə çalışdım bu dərsi. Nə olur? Dərs bitir, gedişsən. Bilirsiniz, Ayal anası məktəbdə xadimə kimi işə düzəlib. Tualetdə danışan kimi işləyir. Ki, biz bunu ona qarşı istifadə edə bilərik. Pis fikir deyil. Yox. Xadimə işləmək nə vaxtdan ayıb olub ki? Sara, əlimizi belə qəşəng fürsət keçmişkən. Fürsət? Hə, ona qarşı istifadə edə bilərik bunu. Yox, yox. Mən səni düzəldə bilmədim də. Əlbəttə ki, sənin elə vaxtların gələcək ki, sən sevib seviləcəksən, o vaxtların da gələcəksən. Amma indi dərslərinə fokuslanmalısan. İmtahanlar da az qalıbdı. Bax, çətinlik çəkirsənsə gəl bax bilirsən, mən çayxanada dərs deyirəm uşaqlara. Gəl bizim hazırlıqlara qoşul. Birlikdə hazırlaşaq. Amma yetər ki, sən biraz bir addım at. Yəni addım at, arxası gələcək. Mən də sən bir fikirləş dediklərimi. Hı? Doktor,
Xəstəmiz necədir? Xəstəmizin vəziyyəti əla, analizlər də əla göstərir, amma yenə də özündən də soruşaq. Ağrın falan yoxdur? Yox, həkim yox. İzahat verə bilərsən də yəqin ki. İzahatı götürə bilərsiniz. Narahat olmayın. Çox sağ olun. Necəsən Qara? Yaxşıyım. O gündən bağlı bir şey xatırlayırsan? Murad vurmayıb səni? Murad, yox. Qara, bilirsən ki, bu cinayətdir. Biz bunu aydınlaşdırmalıyıq. Bildim ya, amma mən görmədim. Amma Murad deyil idi. Sənin Muradı qorumağın onu cinayət məsuliyyətindən azad eləməyəcək. Yaxşı Qara, bu haqda yenə danışacağıq. Sağ ol, rəis. Necəsən? Yaxşı. Niyə burada oturmusan? Nə? Heç nə. Sənin bir dənə xəbərim var. Nə oldu? Hazırsan? İsa Saranı sabahki konsertə dəvət edeyim. Yəni, mənim fikrimi soruşsan, İsa düzgün hərəkət eləməyib. Yəni, mən fikir bildirirəmsə. Və mənim ikinci fikrimi soruşsan, məncə sən də o konsertdə olmalısan. Ki, hamımız orada olacaq. Bütün tanıyıb tanımayacağım hər kəs. Heç nə. Sağ ol, görüşərik. Qaraj. Hə? Mənlə konsertə gedərsən? Kimdən? Kim gedir? Mən, bir də Ayşə. Amma hamı orada olacaq. Gedərəm. Gedərsən? Hı. Çox sağ ol. Kitablardan azal. Da neynim sənə oxşamamışam da. Hə, yaxşı, qararsın. Yaxşısa, necə istəyirsiniz? Yaxşıyam. Ağrı var. Biraz vardı. Kimsə ayağından qucaqlaşan yerdə şəklimi başqa bir şey kimi götürüb yayıb bütün məktəbə. Necə yayıb? Hə, çəkib? Çəkiblər, yayıblar. Hayda. Bilmirəm, o axtarıram, neçə gündə qanım qaradı. Tapılar da ev yoxdur. Tapsan bir dənə. Başqa bir tət işdə yaxşı yoxdur. Gör nə deyirəm, Hı. bu Qaraşı tanıyırsan? Qaraş. Rəisin oğludur Qaraş. Polis rəisi var, onun oğludur. Əvvəllər küçələrə o baxırdı. Hansısa bir küçə davasında Qaraja görə Manav Xəccən atasını öldürmüşdü. Qarajın olduğu söhbətə görə. Ayağın atası. Hə, Qaraş da orada olub. Qaraş, o söhbətdə olub, amma Manav öldürüb. Qaraş ona görə xaricdə idi. Hə, bu işlərdən uzaq dursun deyə. Hə, bir də şeydir, çayxanada yaxşıdır işlər. Hə də, elə onu deyirəm, mehman baxır. Hə? Mehman baxır. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı. Gördün, yatmışıq, o yatmaq istəmədik. Yaxşısan? Nəsə olub?
Sən iş də görə bilirsən? Ərin də çıxıb. Yığışdırarsan özünü biraz. Bilmirəm nətər olacaq, sənin üçün çətin olar. Amma biraz özünə gələrsən yəqin. Sənin hərəkətlərini görəndən sonra narahat olma, çox qalmaz. Təzədən girər içəri. Yadındadır mənə 2 dənə bilet vermişdin, hadisənin biletin. Onu dəyişək, bu kişi olan konsertə salaq da, bu hadisəyə salmayaq. Niyə? Başıma bir hadisələr gəlib, özümü bütün... Nə olub? Bütün əsəbdən partlayıram da. Hacı deyir ki, sən qızlara gəlib orada baxasın. Nə var dedim ki, bir dənə qızlar oynayır, biz də gedib oynayacaq vəssalam. Mən orada çox söz deməmişim. Nə olur, mənə 2 dənə bileti, onu dəyişək. Mən də 2 dənə. Kişi oxusun, mən də bir heç olmasa aparım da bir. Bu baxsın da bir. Desin ki, baxdım. Desinlər ki, Qarada konsertə gedib. Ya da Qarada konsertə gedib xəticək. Yaxşısınız? Yaxşısınız? Ya siz səhər açandan oradasınız, yəqin yemək yeməmisiniz. Aşağı düşün, bufetdə yemək yiyin. Çay için, kofe için. Deyə tapdım. Hani? Adaşımın konserti, Qara Dərviş. Bu yaxınlarda bir dənə bu var. Nədir, nə oxuyur ki burada? Rock konserti olacaq. Rock nədir? Rock da indi musiqinin janrıdır. Səs-küylü. Sağ olsun da, əsas qız yoxdur da, düzdür, qız oxumur da, oğlan oxuyur. Yox, bundan bax bir də. Hə, vəsə. Daha nə istəyirsən? Oxuşursa. Orada Qara Dərviş, hə. Qara Dərviş. Mən Qara, o Qara Dərviş. Vəsə. Alınar bu? Hə, təşkil elə. Yaxşı. Yaxşısınız. Yaxşı. Biz gedək. Gözləyin biz buradan birazdan gələcək. Salam. Necəsən? Yaxşıdır maşallah. Əla. Dəyin əməliyyatın iznə baxın. Narahat olma. Həkim sağ ol, biraz ehtiyat dur. Biraz ağca qanıyıb. Zəhra, sarğısını dəyişərsən. Yaxşı, dəyişək. Sarğısını dəyişsin, bugün çıxa bilər, yaxşı? Yaxşıdır, narahat olmayın. Həkim, mən yaxşıyam, əlayam. Yaxşı. Əlayam. Bir də dediyim kimi, dərmanları da qəbul eləyər. Keçmiş olsun, Allah şəfa versin, sağ olun. Sağ olun, həkim. Mən 10 dəqiqəyə yaxınlaşacağım, sağ olun. Çox sağ olun. Buradan da belə çıxdım. Hə, gedirəm. Sağalacaq da, nədir ki, yarat da. Hə də nədir ki, sənə bıçaq nədir? Bu oğlanı yıxmayandır. Neyse, danışalım. Astər, özür. Mərdimazar hər yerdə var da. Hə. Mərdimazarın zibilinə düşdüm mən də. Bir də 8 il ailədən, uşaqdan uzaq. Səhər bufetdəyəm, axşam çayxanada. Neçə gündə eyni geyimdə qalmışam mən. Düzəlmədi. Dost istəyirdin də, daha belə olacaq. Dost, indi düzəlsin də, necə deyə yaxşı olmadı. Yaxşıdır, axşam bizlə canavar konsertə gəlir. Nə konsert? Vallahi. Mənə bax. Bu konsertə mənə də bilet tap da. Kimdən geçəcəksən? Neysə. Neydi? eşidirsən? Ödedi mehman sən apar məni. Başqasıyla gedə bilməm. Pulunu verərsən 2 dənə təşkil edərəm. Nə pul? Bufetdə yediklərə say. Pul. Sırası pul. O dəqiqə pul. Onda gəl, mən səni bir tane qapıdan keçirərəm də, yaxşı? Mən sənə də keçir. Amma gör də mən orada. Gör xəbərlə. Mən də. Şabanlarda da deyirəm heç banyatka qalmayıb ona. Alo? Leyla necəsən? Yaxşıyam. Sən necəsən? Leyla, mən çayxanadayam. Sənə bir şey demək istəyirəm. Axşam konsertə mənlə gələrsən? Konsert, artıq gecikmisən.
Mən artıq dəvət eləyiblər. Kim? Rıza ilə gedəcəm. Özünə yaxşı bax. Getməmsən konsertə? Yox. Onda qalx əynivi geyim bir yerdə gedək. Həqiqi? Hə. Bəs sən belə gedirsən? Hə. Yox, sən də gəl əynivi dəyiş. Qəşəng görsün. Yaxşı. Maraqlı olacaq ha. Heyecanlıyam, bilirsən? Maraqlıdır. Qəşəngdir. Çox qəşəng deyil. Peki baxaq qiymətinə. Çox qəşəngdir axı. Ama gəl. Yaxşı gəldi ya. Hə, işim tez qurtardı, dedim gəldim. Həm sən gəlməsəydin maraqsız olardı. Bu gün mənsiz olmazdı. Görsən necə olacaq konsert? Məncə də qədər maraqlı olacaq. Bilmirəm, ilk dəfədir konsertə gəlmişəm. Salam, axşamın xeyir könül. Necəsən? Necə oldun? Məsələ. Salam. Axşamınız xeyir. Yaxşıyam. Heç bir problem yoxdur. Yaxşı. Hətta hər şey gözlədiyimdən də yaxşıdır. Necə? Manav çox dəyişib. Tamam fərqli bir adam olub. Daha sakitdir, daha mülayimdir. Elə bil illər əvvəl türməyə gedən adam başqa idi. İndi orada olan adam tamam başqadır. Yəqin türmə dəyişdirib də onu. Təsəvvür elə bu gün ayağın ad günüdür. Ona hədiyyə belə alıb. Yəni heç vaxt uşağın ad günündə hədiyyə almırdı. Ha, ayağın ad günüdür. Hə. Təbrik edirəm onda səni. Mən niyə? Məncə uşaqların ad günündə ən birinci valideynlərini təbrik etmək lazımdır, xüsusilə analarını. Mən də Arazın hər ad günündə Səmanı təbrik edirəm, amma
Nə fayda? Qədim bilinmək. Düzələr, darıxmayın. Sağ olun. Dostlar salam. Bu günləri bura gəlməkdə bir səbəbim var. Çoxdandır bir qızı sevirəm. İstəyirəm ona öz sevgimi buradan etiraf edeyim. Biz bir-birimizi çoxdan tanıyırıq. Bəlkə də çox incitmişəm onu, buradan üzr istəyirəm. Ayan, sən sevirəm. Yaxşı ki varsan. Məncə sən günəşdən yaxşı olur. Ola, elə ayana gəlsin, onu sənin adından. Bütün sevənlərə gəlsin. Ama mənim sabahlarım
Sən demişdim də Araz sən idi. Yəqin ki, bundan sonra ağıllanarsan. Sara, ne oldu bir sana? Ayhan biz belə danışmamışdıq. Başa düşürsən, biz belə danışmamışdıq. Niyə Sara Arazı qısqanır? Biz danışmışdıq ki, Araz sənindir, Sara mənimdir və salam. Mən sənə görə geyib şəkil də çəkmişəm. Başa düşürsən, geyib şəkil çəkmişəm mən. Axırda belə gəlib çıxır ki, Araz Saranı qısqanır, Sara Arazı qısqanır. Biz də ortalıqda belə danışmışdıq. Biz belə danışmamışdıq. Küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumrukla danışırıq, sözler kalıp yalan. Tepikler danışanda kim kalır sağlam? Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak en derin. Kime deyim, kim eşider? Bu sükut taştan beter. Karanlıkta kışkırmak çetin ama sessiz kalmak en derin. Divarlar kulak asır ama dilleri bağlı. Gözler bakır ama hiç ne görmür aydın. Ayak sesleri geceni kesir bir. Korkunun adıdır bu sessiz cinayetler sır. Kapılar kilitli,